21 yaşım olanda əskəriyə getdim, qayıtdım, gömrüyə düzələnmədim. Kirby şirkəti var idi, pulsuz satırdılar. Evlərə girirdilər, reklam edirdilər. Kimsə evinə reklama giriblər, belə olub elə. Su filtrləri eşitmişsiniz də, qapılarda döyürlər, düzdürmü? O su filtrinin təməlçisi, sistemin qurucusu mənəm. O hamı görüb, ərazi işləyirlər, qapı döyürlər, içəri girirlər, daxil olurlar, satış eləyirlər. O satışı öyrədən, satışı quran, eləyən, 12 il bundan qabaq o sırf özüm qurmuşam. Azərbaycan üzündə. Ancaq ondan qabaq başqa şirkət var idi, Pulsos şirkəti idi. Hansı ki, avadanlığın qiyməti 4400 manat idi. Biz evə girirdik, daxil olurduq, reklam eləyirdik, kostyumda belə, bunun kimi. Satırdıq, çıxırdıq. Tələbəli dövründən sonra, əskərlikdən sonra gömrüyə düzələnmədim, getdim həmin o reklamını. Çox insan deyəcək ki, hardan bu təlimçilik, danışıq, hardan əmələ gəlib? Bu aydın məsələ, gömrük fakültəsində bunu öyrətmirlər. Gömrük fakültəsinin ümumiyyətlə bu bizim işimizdən heç bir əlaqəsi yoxdur. Sadəcə o şirkət hansı ki, Amerika şirkəti